Değerli dostlar, yeni bir başlı bir videomuzun başlanğıcı gelir. İnşallah kanalımıza da bunları yayınlayarıq. Kanalımızda yeni cihazlarımız artıq düzəlib və onlar burada hazırdır ki, bizi başlı beldə müasir elmi texnoloji vasitələrlə təmin eləsin. Bir başlı bel krampının başlanğıcı buradan başlayır. Burada gördüğünüz kimi bütün elektrik, işıqlandırma, şarj cihazları, güneş paneli falan hamısı var. Bunların bir çoxunu özüm əldə düzəltsəm də, məsəl üçün belə çeviricilər, invertorlar falanlar bir çoxunda hazır vasitə olaraq almışıq. Əsas məsələ işıqlandırmadır. Kənddə olarkən işıqlandırma məsələsi bizim üçün çox önəmlidir. Çünki mənim işim IT sahə olduğuna görə, informasiya texnologiyaları üzərində işlədiyimə görə və əsasən qurduğumuz proqramlara dəstək verdiyimizə görə orada hər hansı bir kritik bir hal olarsa onu anında bağlanıb internetlə də olsa həll eləmək lazımdır. Ona görə enerji təminatı önəmlidir. Onu da təşkil edən bax bu günəş panelimizdir. Bu günəş panelimiz həqiqətən hər evə lazım deyilən bir cihaz varsa bunu deyirəm. Mən bunu evdə də istifadə edirəm. 60 wattdır və enerji sərfiyyatımı ayda hesablamışam 12% azaldır. Yəni ödəyəcəyim ödəniş 12% azalır. Təbii ki, onu birbaşa istifadə eləmirəm. Onu konvertor vasitəsilə akkumulyatora verib 220-dən çevirib ala bilirəm və onun nəticəsində 220 cihazlarımızda istifadə edə bilirik. O cihazım da hal-hazırda buradadır. Onu da bu cihazlarımızın yanına qoya bilərik. Gördüyünüz kimi bu 600 watt gücündə, amma real dəyəri 300 watta qədər olan bir invertordur və o da bizim işimizə kənddə yaraya biləcək. Hər birimiz üçün yeni bir başlı bel kampının başlanğıcı uğurlu olsun və göstərmək istədim ki, sizə başlanğıc və bir kampa hazırlıq bizdə belə gedir. Digər çadır vasitələrim falanlarım var, onlar isə hal-hazırda burada deyil. Onlar evə yığmıram, kadra yerləşəcək səviyyədə deyil. 10-11 nəfərin yata biləcəyi rahat çadırımız da var. Belə yorğan döşəklərdən də bir çoxu var. Hətta kiçik bir şey də sizə göstərə bilərəm. Bunun videosunu sizə kətdə göstərəcəm. Bu bir möhtəşəm yastıqdır. Həm döşək, həm də yastıq. Yəni üstündə uzanıb və başımızda qoya biləcəyimiz möhtəşəm bir yumuşaq, hava ilə dola bilən bir döşək və yastıq alınır. Bu da çox önəmlidir. Bunun özü də çadırımızdır. 2 nəfərin rahat qala biləcəyi, amma o yedək çadırdır ki, hər hansı bir yerdə təsadüfən məsəl üçün gedəriksə açıb qala biləcəyimiz. Böyük çadırımız isə inşallah videolarımızda görmüsünüz, bu ildə quracam. Növbəti başlı bir videomuzda görüşmək ümidi ilə hər birinizə can sağlığı, uzun ömür və firavan, rahat, gözəl, bütün gülüşləri ilə sizlərlə olan bir həyat arzulayıram. Şimdi burada koştum güneş panelinin oraya. Bunu da getireyim.
İndi bunu qoşaq. Starlinkimizi burada kodlayaq. ...34 volt elektrik var. Güneşte. Bu dəqiqə. Nə invertor belə düzəltmişik. İnvertordan qoşub buna verəcək. Ya Allah, Bismillah. İndi təəssüf ki, bunu təkəm sizə göstərə bilməyəcəm. Necə göstərəməyəcəm? Yəni, voltajda ölçüm. Elə bir ki, görüm onu necə eləyəcəm? Ekran qeyd eləyərəm. Telefonla qoşulacam, amma video çəkəməyəcəm buna. Və burada internetə girəm. Amma bugün bunu əvvəlcə göstərəcəm sizə. Deməli, may ayının 30'u 2025-ci il. Gördüğünüz bu kağanın başında size güneş panelimizden 12 volt. Bu dəqiqə bunun şarjı var. Bunun istifadə edilir bu. Və belə bir invertor düzəltmişik. Invertorda verir paneli buna. Ve bu da verir bizim bu Starlink'e. Bu Starlink'e. İlk dəfə Azərbaycana 2 ay bundan qabaq təxminən gəldi. Videoda o şəkili qoyaram sizə baxaram, göstərərəm ki, ayın neçəsində bizə yazmışdılar və Azərbaycanda ilk dəfə bunu aldığımıza görə bunu bir aylıq hədiyyə verdilər. Paketi, yəni hədiyyə veriblər. Bir aylıq hədiyyə istifadə elədik. Və 50 euro gəlməyinə ödəniş idi. Onu da bizə zəng gəldilər ki, onlar da onlar tərəfindən, Starlink tərəfindən qarşılanır. 2023-cü ildən falan əli sağ olsun. Bu Əli Hüseynli əlini salamlayıram. Bunun əsas, bunun bura gəlmək səbəbi birinci olub. 2023-cü ildən o ilk dəfə qeydiyyata keçəndə biz deyirdik ki, əli bu gəlib çıxmayacaq falan, həm Azərbaycanına gələcəkmi? Heç Türkiyəyə gəlməyib, amma nəticədə gəldi və biz bugün bunu gətirib burada yenə test edə bilirik kəndimizdə. Mən screenshotlar elədim biraz öncə. O tərəfdə yuxarıda yoxladım. Qoyacam onlara baxasınız. Hədsiz sayda peyklər vardı indi. Burada sadəcə ilk dəfə internet yayımlamaq istəyirəm ki, qoy qapımızdan simvolik bir açılış olsun. Buradan Hüseynli Əli salamlayıram səni. Mirziyev Şahbaz salamlayıram səni. Salov Altay və qardaşım Məmmədov Natiq, Məmmədov Faiqi salamlayıram. Sağ olun qardaşlar, bu dəfə tək gəlmişəm. Hamınız qardaşlarsınız və bu dəfə bağışlayın, tək dedim də mənim bu varım, dövlətim, dağımın ceyranı olan tankımla gəlmişəm və bir də bu gördüyünüz bir ayağı məndən çox olan 3 ayaq tripod dostumla. Dostlarımın hamısını salamlayıram. Anar, Yusif, Anar mənim, Yusuf mənim, hər ikinizi salamlayıram qardaşlar, iş yoldaşlarım. Və Pirus, digər uşaqlıq dostlarım olan Rustandan gəlmişəm bura. Musayev Tural gəlməyib, inşallah onu da gətirərəm, onlara salamlayıram. Vüsal Cəfərov, səni də salamlayıram. Texnomen şirkətinin müdürü Vüsal bəy, salamlayıram. İş yoldaşlarımızın hər birini salamlayıram. Kamala xanıma salam olsun. Fatma xanım, Səbinə xanım, Nuranə xanım, Salman bəy, Orxan bəy. Hamınızı salamlayıram. Azərbaycanın proqramist, elektronik uşaqları hamısını buradan salamlayıram. Mən də sizə baxıb öyrənəm də yavaş-yavaş. Hələ mən sizin bildiyinizi bilmərəm, amma baxın, görün. Baxın, görün. Kəndə nə gətirmişəm. Sonra kod yazanda orada
Bax deməyin ki, kod yazmaq bir işdir. İş budur. İnşallah indi işləsin görə nə olur. Hə, ya Allah, indi buna qoşulacağım və bir video çəkərəm sonra. Dəli dağımızı da çəkirəm. Bizim üçün əhəmiyyətli bir videodur. Yəni çox adam, mən bunları sadəcə özümün sonra çəkib baxa bilməyim və təbii ki, uşaqlarım və dostlarımın, ailəmin baxa bilməsi üçün çəkirəm. Və kənd cəmaatından baxmaq istəyənlər, dostlarımızdan baxmaq istəyənlər də baxa bilərlər. Yəni bunu belə deyim ki, bir maraqlı bir şey yoxdur başqaları üçün də bəlkə də, amma bizim üçün önəmli, dəyərlidir. Sonra buradan Elnur müəllimi də qoy salamlayım. Bax, Elnur müəllimə söz verdik, onu da gətirərik bura. Elnur müəllim, o da bizim dostlarımız, sağ olsun, var olsun. Bax, burada Elnur müəllim sənə. İnşallah gəlsən qardaş, əzizim. Elnur müəllim, Orxan müəllim, bizim Gəncə Kəpəz kurslarının müdürləri, buxarterləri, dostlarımız və digər müəllim yoldaşlar hamısında bir adlarını çəkmirəm. Hər birinizin burada mən şəxsən qulluğunuzda durmağa hazıram. Videoları Elnur müəllim bəzən izləyir. Mən hər birini salamlayıram buradan. Sonra Kəlbəcərdən Rövşəni salamlayıram. YouTube'da kommentləri yazır. Onu da buradan salamlayıram. Rövşən bəy, salamlayıram sizi. İstənilən vaxt qonağım ola bilərsiniz. Yusuf dayı Salov, səni salamlayıram. Altay Salov, səni salamlamışam. Daha salamlamıram 2 dəfə. Pulla salam Altay. Ödənişini ödə, kartımı deyəcəm. Sənə 2 dəfə salam göndərim. İndi sonra videoya baxacaqlar, deyəcəklər ki, ay sponsorları bunlara bellədi, elədi. Deməli. Gözəl. Bu da bir xatirə baxarıq. Bunu da sizlər üçün çəkdim. Rasim, xüsusilə sənin üçün çəkdim. Sən ki bu maşına olala demişdin ki, maşına alaq. Bunun xətrinə də. Ağzın yummur sən gələnə. Bax, ağzı açıq qaf deyir. Hə? Nə dedi? Şükürlər olsun. Evimizin yanından internetimizi test elədik. Starlink möhtəşəm cihazımış. Həqiqətən artıq gəlib burada işləyə bilərəm. Bir dənə problem 220 volt yoxdur. Onu da elə bir ki fikirləşirəm ki, çünki kompüterin bəzi ağır funksiyalarına görə 220 lazımdır. Onu da invertorla çevirib vermək olar. Əgər yəni günəşli belə havalar olsa, daimi günəşli havalar olsa. Artıq burada təkcə arıçılıq deyil, kənd təsərrüfatı deyil, elmi texniki işlərdə görmək olar. Buradan oturup bütün qurduğumuz xəstəxanaların proqram təminatını, cihazlarının kalibrasiyasını falan hər bir şeyini eləyə bilərəm. Məsəl üçün çəkinmərəm ki, mən müştəri burada olduğum zaman xəstəxanada problem olanda çətinlik çəkəcək. Düzdür, indi iş yoldaşlarımın digərləri müdaxilə eləyəcək. Amma elə sistemlər var ki, onların sırf texniki tərəflərini mən bilirəm və onun kodlarını da o tərəfi mən yazmışam. Mənə məxsus olan kodları kiminsə anında sürətli çıxan bağlarını həll eləmək biraz çətin olar. Ona görə biraz çətinlik ola bilər deyə düşünürəm, amma İndən sonra qorxusu olmaz, bir dənə 220 məsələsində həll eləyəcək. Oradan evimizin yanından fırlandım, gəldim. Bugün getdiyimiz, çıxdığımız dağlar baba oraydı. Baba düz. O dağın üstündən çıxıb telefonla danışdım. Uzun yolda arxadakı bu dağ isə burada belə alma çiçəkləri falan var. O dağ, yəni o ağ görünən hissə var ha. Bax bu alma çiçəyidir. Bir çiçək var, bir də baba burada var. Bax alma çiçək, qoyun da göstərim. Baba. O maralgülün falan mən tanımıram, amma bunu bilirəm. Bax bax alma çiçəyi də hər yer. İyi yaxşı gəlməsə də alma çiçəyi deyirlər də, ha deyəsən. İnşallah ki səhv deməmişəm. Alma çiçəyi bilirəm mən onu. Getdik, yəni oralara çıxdıq. O dağların üzərinə. Orada da su içdik. O dağın dağında, ortaya düşəndə. Gözəl. Evimiz. Atam ruhun şad olsun. O dünyada rahat uyuya bilərsən ki, sənin oğlun gəldi sənin tikdiyin evdə 2025-ci il may ayının 30-unda həyatında ilk dəfə olaraq kəndin
kommunikasiya sistemini, Wi-Fi sistemini Starlink-lə qura bildik. 290 megabit sürətlə internet aldıq və o internet bizim burada testimizdən keçdi. Hüseyin Əli, səni salamlayıram. Çox sağ ol, səndən çox razı qaldıq. Sənin təşəbbüsün, sənin gücün, qüvvən, inamın 2023-cü ildən sifarişin ki, düşünməyin ki, bu Azərbaycana gələ bilər, böyük bir deməlidir və belə deyək ki, bax, bu sənin şotuna olan bir şeydir. Yəni, sənin ideyaların çox sağ ol ki, başlı beldə biz bunu test eləyə bildik. Səndə idi, göndərdin və bizə onu gəldi, çatdı. Burada da bu xoş gündə, mənim üçün önəmli, sevindirici olan gündə oturmuşam. Heyf ki, bu telefon məsələsindən həm çəkib, həm də bir şey eləyə bilmirəm. Yəni, həm internetdən gəzinti, həm də çəkmək mümkün olmur. Və təkəm deyə sizlərlə sevincimi paylaşa bilmirəm, amma yenə bu gözəllikləri sizə göstərə bilərəm. Bax, belə. Burada da qaraqat bitib bizim evimizdə. Orada da baldırğan bitib. Özəyi olsa yerdim atamın ehsanla. Ya Allah! Vay. İşte vaxt sözəlməsin, qacaldıq. Özəyi yoxdur yəqin ki, yenə də əlimi vuracam, yenə məni dağlayacaq. Bir iş eləməmiş, işə getməyəcəm, iş yoldaşlarımla gedən kimi istəyəcək. Gördün, nəyim vardı sənin orada? Oturub kodun yazırdın da. Mən də sollamaq elə olanda. İndi ona görə, o görün bu yarpağıdır. Bunun özəyin yerlər də, o özəyi hansıdır, baba. Deyəsən, burada bir özəyə oxşayan var. Onu qıracam, nə arır olsun. Yəni, dağlasa da. Mən görüm, belə qeyri-peşəkar bir video çəkirəm, mən başlayarsın da. Yəni ki, əsə falan. Belə özəyə oxşamır. Gedib onu yeyim də. Yatdığım kravatlar burada qalıb. Leş uşaqları, leş ona var, ne var. Yaxşı ki. Bunu soyum sizə göstərim, yeyim. Bu baldırğandır, dostlar. İndi üzr istəyirəm, sizə tərəf öfürmürəm. Görsü də bu tərəf öfürürəm. Bu baldırğandır. Burasını belə burada bu hələ indən sonra bitəcəkmiş, daha yaxşı olacaqmış, amma göstərirəm sizə, yəni görəsiniz. Burada da gördüm ki, qabığından qalıb. Burasını göstərəcəm sizə, baxın. Bura qədər yeyim. Yaxşı turşusu olur. Əlini, ayağını vurdun. Ola bura üzünə azda vurarsam, elə bir yağı töküb yandırmısan, elə suluqluyur. Bismillahirrahmanirrahim. Hamd olsun, atamın ehsanı olsun. Gedim. Çıxım yuxarıda bir şəhidlərimizi də ziyarət edeyim. Porta və kənarlarında. Burada müasirə qalan şəhidlərimizi nənəmdə daxil olmaqla. Ondan sonra havada qaralsın, biraz qaranlıqlaşsın. Qəşəng onda başlı benim gün batışı möhtəşəmdir. Həyatda hər şeyi atıb, işi gücü bura gələ bilərəm. Yəni, uşaqlar biraz böyütmək lazımdır. Ondan sonra gəl burada neyəsənlə də. Yəni, onlar biraz böyüsünlər ki, maddiyyat məsələmiz problem olmasın. Onların oxumaq filanları, təhsilləri yaxşı olsun. Görüşərik videolarımızda. İnşallah möhtəşəm bir görüntü var. Yaşıllığa bax. Oradan da mənim Canciyar Həsən əminin evi görünür. Qardaşlar, uğurlar olsun. Hər birinizə danışarım inşallah.